Boşanmaların demək olar ki, yarısı, təxminən 47%-i xoruldama səbəbindən baş verir. Bu maraqlı nəticə Britaniyalı həkim Sonya Shamotskinin apardığı araşdırmadan sonra ortaya çıxıb. Mütəxəssisin sözlərinə görə xoruldama tərəflərin bir-birindən emosional uzaqlaşmasına səbəb olur. Nəticədə ər-arvad ayrı-ayrı otaqlarda yatmağa başlayır. Bu yaxınlarda boşanmış 2000 Britaniyalı arasında keçirilən sorğuya əsasən xoruldama və ya yuxu pozğunluğundan əziyyət çəkənlərin 3/4-ü ayrı otaqlarda yatıb. Onların 85%-i isə bu vəziyyətin boşanma qərarına birbaşa təsir etdiyini bildirib. Shamotski vurğulayıb ki, xoruldama münasibətlərin təməlini sarsıdan dağıdıcı qüvvədir. Bir çox cütlük üçün tərəf müqabilinin ayrı otağa köçməsi dərin emosional özgələşmənin başlanğıcı deməkdir. Fiziki təmasdan məhrum olan cütlüklər zamanla bir-birinə yad insanlara çevrilirlər. Həkim əlavə edib ki, müasir tibb bu problemi qısa zamanda həll etmək imkanına malikdir və xoruldamanın müalicəsi yüksək effekt verir. Lakin ər-arvad boşanma həddinə çatdıqda aradakı emosional məsafəni bərpa etmək çox vaxt qeyri-mümkün olur. Halbuki ilkin problem sadəcə sakit yuxu ehtiyacından ibarət idi, deyə mütəxəssis xəbərdarlıq edib.